Qurban Bayramı bu il Azərbaycanda Zilhiccə ayının 10-u, yəni mayın 27-sinə təsadüf edir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, bütün məscidlərdə bayram namazı mayın 27-sində qılınacaq. Bayram namazı Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Həmin gündən etibarən 3 gün müddətində qurban kəsimini həyata keçirmək olar. Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət yetirilməlidir. Xəstə, çox zəif, kör və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir. Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanılmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər. Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın, deyə məlumatda qeyd edilib.